Dostoyevski deyirdi ki, bir müddət sonra sənə hər şey veşsiz gəlir. Heç kimi dəyişməyə çalışmırsan. Kimin nə düşündüyü, nə etdiyi vecinə olmur. Yorulduğun zaman qapanırsan və bu kiçik dünyada tək yaşamağı öyrənirsən. Sən keçici xoşbəxtlik yaşayırsan və dərin kədərin öhdəsindən tək başına gəlirsən. Siz bunu tənhalıq adlandırırsınız. Mən isə bunu hüzur adlandırıram. Dostoyevski vurğulamaq istəyir ki, bəzən tənhalıq ən böyük azadlıqdır. Çünki olduğun yerdə artıq heç kimə ehtiyacın yoxdur. Çünki olduğun yerdə artıq heç kimə ehtiyacın yoxdur.